2022-ci il 9-cu sinif buraxılış imtahanında istifadə olunan belə bir suala da baxaq. Deməli deyir ki, ilk ifadəsi ara sözlə başlayan cümlə hansıdır? Ara söz deyərkən bizim ağlımıza nə gəlir? Modal söz gəlir də. Yəni demək olar ki, bütün modal sözlər ara sözdür. Amma ara sözlər sadəcə modal sözlər deyil. Elə variantlara da baxanda görünür. Elə sırazu qarşımıza, gözümüzə deyir ki, bu cavab burada C variantı olacaq. Yəni çox rahat bir sualdır. Biz bilirik ki, görünür sözü modal sözdür. Bunun sintaktik funksiyası ara sözdür. Bax, bir daha qeyd edirəm. Bir dənə izahda da bunu toxunmuşdum. Çünki buraxılış imtahanında istifadə olunub bu sual. Verir, deyir ki, sintaktik funksiyası nədir? Uşaq yazır modal söz və yaxud da yazır ki, yoxdur. Elə bir variant da var idi. Niyə yoxdur ki? Həm bunun sintaksida keçmişəm də ara söz elə deyil. Demək, bunun sintaktik funksiyası nədir? Ara söz. Həm modal söz morfologiyanın bir terminidir. Sintaksida belə bir şey yoxdur. Sintaktik funksiya deyərkən biz modal söz ağlımıza gəlir. Yəni, lor dildə desəm, sintaksida nə keçmişsənsə, sintaktik funksiya odur da, yəni. Bunu da bir daha xatırlatmış olun. Yəni, burada cavab C variantı rahat bir şey.